Salam əziz tələbələr, hər vaxtınız xeyir. Sonuncu attığım model sualların izahını bu videoda görmüş olacaqsınız. İlk sualdan indi izahlarımıza başlayırıq. Şəkil ardıcığı ilə bağlı bir sual verilib bizə. Baxın, fiqurları necə fərqləndirəcək? Birinci bu şaquli vəziyyətdə duran fiqura baxaq. Baxın, nə olub? Bir addım sanki aşağı düşüb gəlib bura. Yeni bir addım aşağı düşdü, gəldi bura. İndi nə edəcək? Sanki düşdü ən aşağı, yenidən yuxarı qalxacaq. Qalxdı bura. Yenidən bir addım yuxarı qalxsa bura gəlməli deyil. Tam birinci vəziyyəti almalıdır. C variantı yanlışdı, D variantı yanlışdı. Bunları sildim. Qaldı A, B və Y variantları. Növbətli digər fiqurlara baxaq. Məsələn, bu fiqur baxın buradadır. Bir addım sola, kənara doğru çıxır və ya bütöv kənara da çıxır. Belə deyə bilərik. Amma belə baxmış olsaq, buradan yenidən bura keçmiş olsa belə istiqamət dəyişib, bu biraz qarışıq olacaq. Deməli biz bu fiqur kimi baxacağıq, soldakı bu fiqura. Baxın, ikinci xəttin üstədir. Saatın əksinə doğru hərəkət edir və çıxır ən kənardakı üçüncü xəttin üstünə. Gəlir bura. Daha sonra, baxın, üçüncü xəttin üstündən yenidən geri düşəcək, birinci xəttin üstünə gələcək. Baxın bura, yenə saatın əksinə hərəkət edəcək. Bura düşəcək. Saatın əksinə hərəkət etsə hara düşməlidir? Baxın, buradan yavaş-yavaş qalxmalıdır hara doğru, növbəti gəlməlidir bu istiqamətə doğru, elə deyil. Baxın, gəldi bura. Bura düşdü. Saatın əksinə hərəkət edir və birincidən keçdi ikinci xəttə. İkinci xəttdən də hara keçəcək? Keçəcək üçüncü xəttə. Baxın, buradan keçəcək üçüncü xəttə bunun üstünə, amma saatın əksinə hərəkət edib bu istiqamətdə gəlib duracaq. Cavab variantlarına baxıram, A-da orada bir figurum yoxdur. Baxın, ya B-dir, ya da Y-dir. İndi digər figurada bir baxmış olsaq. Deməli, mənim baxın, bu figura baxdım, buna baxdım. Burada belə bir figurum var. Deməli, mən buna baxmışam, buna baxmışam. Bu figurum sanki hərəkət edib gəlib bura. Daha sonra həmin fiqur növbəti hara hərəkət edib? Növbəti baxın, həmin fiqur buradadır, mərkəzdədir. Daha sonra həmin fiqur haradadır? Baxın, buradadır. İndi buradan bir istiqamətdə müəyyən qayda hərəkət etməlidir. Saat əqrəbi istiqamətdə bir hərəkət var, eyni zamanda neçə dərəcə olduğunu gəlin təyin edirik. Baxın, burada da elə deyil. Hər iki üstdəki bu romba fikir vermirəm. Çünki bəzən romb olur, bəzən dairə. Ona baxmış olsaq bizi çaşdıracaq. Xətt olaraq baxsaq. Baxın, bu xətt buradadır, indi gəlib bura. Neçə dərəcədir? Saat əqrəbi istiqamətdə 135 dərəcədir. Sola doğru baxan oxum, növbəti şəkildə sağ yuxarı baxıbsa 135 dərəcə olacaq saat əqrəbi istiqamətində. Çünki tam yuxarı baxsa 90 olardı bu hissədə. Əlavə bir 45 də baxıb olub 135. İndi sağ yuxarı baxan hara baxmalı olacaq? Aşağı baxmalı olacaq. Baxın, mən buna bir xətt kimi baxıram. 45 hərəkət etsə sağa, 1.90 hərəkət etsə 135 dərəcə olacaq. Baxın burada, bu vəziyyətdə burada verilib. Növbəti 135 hərəkət etsə, 90 hərəkət etsə sola baxar, elə deyil. Deməli, nə qədər hərəkət edib? Əlavə bir 45 hərəkət edib, sol yuxarı baxıb. Sol yuxarı baxanda gəlib düşüb bura. İndi 135 hərəkət etmiş olsa hara baxacaq? Baxın, bu xəttim 90 hərəkət etsə sağ yuxarı baxmalıdır. 135 olmaq üçün əlavə bir 45 hərəkət edəndə sağa baxacaq. Deməli, sağ tərəfə baxmalı olacaq, amma mən bura baxıram ki, B variantında tam sağa baxan bir xəttim yoxdur. Amma baxın, Y variantında tam sağa baxıb. Deməli, doğru cavabımız olacaq Y. Plus da B variantı ona görə yanlış idi ki, mənim hər dəfə xəttimin biri, baxın bu xəttim, ancaq birinci xəttin üstündə hərəkət edirdi. Baxın, bu figur ancaq birinci xəttin üstündə hərəkət edirdi. Burada isə birinci xəttin üstündə heç bir figur yox idi. Deməli, B variantı yanlışdır, Y variantı doğrudur. Biraz çaşdırıcı sual idi. 52-ci sualımız analogiyadır. Baxın, pətəkdə nə olur? Bal olur. Balda mum olmur. Günəşdə gecə olmur. Güldə arı olmur. Səhərdə axşam olmur. Baxın, pətəyin içində nə olur? Bal olur. Zavodun içində nə olur? Avtomobil. Və ya bal harda hazırlanır? Pətəyin içində. Avtomobil harda hazırlanır? Zavodun içində. Cavabımız olacaq Y variantı. Hazırlanma kimi düşünsək daha məntiqli olardı. Baxın, məsələn, B variantı çaşdırıcı idi. Düşünərsiniz, gülün içində arı olur. Amma arı gülün içində hazırlanmır. Bu variant yanlış variant idi. 53-cü sual, sual işarəsinin qiymətini tapmağa çalışmalıyıq. Baxın, nə edir? 0, 8, 8. Bu qayda ardıcılıq var. Mən nə edəcəm? 8-in üstə ondan öncəki ədədin yarısını gələcəm, alınacaq 8. Çünki 0-dır. 0-ın yarısı yenə 0-dır. Növbəti, bu 8-in üstünə öncəki ədədin yarısını gələcəm. 8-in yarısı 4, 8 plus 4, 12. İndi baxın, 12-nin üstünə bu 8-in yarısını gələcəm. 4-ü gələcəm, olacaq 16. İndi bu qayda qanuqla mən nə etməliyim? 30-un üstünə öncəki ədədin yarısını gəlməliyim, 11-i. 30 plus 11-də mənə verəcək 41-i, cavab olacaq B variantı. Növbəti, baxacaq 54-cü suala. Hesab əməlləri ilə bağlı bir sual tipi biraz çaşdırıcı və ya daha doğrusu çətin görünür, amma yazmağa başladıqda görəcək ki, o qədər çətin deyil. Hansı hərflər verilib?
Ə hərfi verilib, el verilib, i, k və t hərflər verilib. Deməli, baxın, belə bir qaydamız var idi ki, sonuncu sütunda bu hissədə 3 dənə hərfi topladıq. Onlardan hər hansı biri aşağı düşübsə, digər ikisinin cəmi 10-a bərabərdir. Deməli, k ilə elin cəmi 10-dur ki, üstünə gəlmişəmsə aşağı düşüb və ya bu ikisinin cəmi 10-dur ki, bu aşağı düşüb olduğu kimi. Bir kənardan yazıram. K plus el cəmi bərabərdir 10-a. Bu qaldı burada. Digər tərəfdən. Baxın, 1 yadda qalıb. Nəsə yazmışam, tutaq ki 15 alınıb, 5 yazmışam, 1 yadda atıram özümdən. 1 yadda qalır burada. Bu 1 yadda ilə 3 dənə əni toplamışam, i alınıb. Və baxıram ki, i burada qarşıya keçib. Qarşıya keçibsə 3 dənə 3 rəqəmini də toplayanda bu ya 1000 neçə salınacaq, ya 2000 neçə salınacaq. Artıq 3000-i keçməyəcək. Mən bura 1 yaza bilmərəm. Nəyə görə 1 yaza bilmərəm? 3 dənə ənin cəmi plus yadda qalan 1 bərabərdir 11-ə və ya 21-ə bərabər ola bilməz. Çünki 3 dənənin cəmindən nə 10 alınmaz, nə 20 alınmaz ki, üstə bir gəlim 11, 21 bunlar alınsın. Deməli, i-nin qiyməti 2-dir. i-yə yazdıq 2-dir. Bura 2-ni yazıram. Baxın, mən 3 dənə əni toplamışam. Üstə qalıq 1-i gəlmişəm. Alınıb nə sanki burada? Burada alınıb 22 və ya 12. 12 ödəməyəcək. 12-dən bir çıxanda 11 qalır. 11 3-ə bölünmür. Deməli, bu 22-dir. Bu halda 3-ə bərabərdir 21-ə, ə bərabərdir 7-yə. Ənin qiyməti oldu 7. 3 dəfə 7, 21, 1 yadda 22, 2 yazıq, 2 yadda. Ənin qiyməti oldu 7, yazdıq bu hissəyə. Növbəti. Gəlirik, baxın, birinci sütuna. Mən deməli, el, t cəmindən t-ni almışam. Amma 2 də yadda qalıb. 22 yazmışam, 2 yazıq, 2 yadda. Yəni, el plus t plus 2 yadda qalan burada son t ilə bitib. Deməli, burada 2 dənə elin cəmi 18-dir. Üstə 2 gələndə 20 alınıb. 20-nin üstünə nə gəlsəm sona keçib. Sonuncu sütunda dediyimiz kimi. Sadəcə orada 10 neçə salınırdı. Burada 20 neçə salınır. Çünki qarşıya keçən nədir? 2-dir. 20 neçə salınıb ki, qarşıya 2 keçib. Bu halda 2 dənə elin cəmi nə olacaq? 2 dənə elin cəmi olacaq 18 ki, üstə qalıq 2-ni gəlim 20 alınsın. Üstə nə gəlsəm 25 alınsın, 5 yazaq 2 yadda tutaq ki, bu şəkildə olsun. Buradan el bərabər olur 9-a. Elin qiyməti oldu 9. Bunu tapdıq, yerinə yazırıq. Növbəti. Elin qiyməti 9-dursa, kapüsel 10 idi. K-nın qiyməti 1-dir. Burada yazdıq 1-i. Əla. Mənim rəqəmlərim hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Düzü burada 0-dan fərqlidir şərti qoymayıb deyə hər hansı bir hərfim 0 da ala bilər. Bunu bildik. Növbəti. Məndə nə qalıb? K-nın qiyməti 1-dir, elin qiyməti 9-dur, K-nın qiyməti 1-dir. Hələ ki, hamısı ödəyib. T-nin qiymətini isə bilmirəm. Baxın, T-nin qiyməti nələr ola bilər? İndi onu yazmağa çalışacağıq altdan. T-nin qiyməti 1 ola bilməz. İstifadə etmişəm. 0 ola bilməz, çünki 0-dan bir ədəd başlamır. Burada T-nin ədədim başlayıb. 2 ola bilməz, 2-ni istifadə etmişəm. Növbəti, 7 və 9 ola bilməz. Bunları istifadə etmişəm. Qalıb hansılar? 3 qalıb, 4 qalıb, 5 qalıb, 6 qalıb və 8 qalıb. 5 dənə ədəd qalıb. Deməli, 9 plus 9 18, 2 qalıq 20, üstə 8 gəlsəm 28 alınır, bu da ödəyər. Yəni 8 olsa belə T-nin qiyməti doğrudur. T-nin ala biləcəyi qiymətlər bu 5 ədəddən hər hansı biridir. İndi keçirik sualı cevablamağa. Deyir, aşağıdakılardan hansının doğru olma ihtimalı daha azdır? Daha az olanı tapacam. Yazıb ki, T eldən kiçikdir. Elin qiyməti 9-dur. Baxın, bunun olma ihtimalı daha çoxdur. Bu 100%'dir. Çünki el 9-sa, T eldən mütləq kiçikdir. 3, 4, 5, 6, 8 hamısı eldən kiçikdir. Bunun olma ihtimalı daha çoxdur. A variantı 7. Yəni az deyil. B-də yazıb ki, T tək ədəddir. 1, 5 dənə qiymətdən 1, 2, ikisi təkdir. Yəni 5-də ikisi təkdir. 5-də 3-ü nədir? Ehtimal baxımından cütdür. Deməli, bunun olma ihtimalı azdır. Bu variantı hələ ki saxlayırım. Keçirəm C-yə. T 5-dən böyükdür. T-nin 5-dən böyük olduğu halların ihtimalı nə qədərdir? 5'te 2 böyük olma ihtimalıdır. 5'te 3 kiçik olma ihtimalıdır. Bu doğru deyil. Bunun ehtimalı daha azdır. Hələ ki məndə, baxın, bunun ehtimalı tam oldu. 1 oldu. C-nin ehtimalı 5'te 2 oldu. B-nin ehtimalı 5'te 2 oldu. Avtomatik bilirəm ki, bunların ehtimalı 5'te 2, 5'te 2'dir deyə bunlar ən az ola bilməz. Yəni 2 dənə doğru variantım ola bilməz. B-ni C-ni sildim. Bəli, başdan. Nəyə görə ehtimal 5'te 2 oldu? Deyir ki, 7-dən böyükdür və ya ə-dən böyükdür T-nin qiyməti. 2 dənə halda və ya harda yazılıb? C-də yazıb T 5-dən böyükdür.
5'dən böyük olduğu hal 2 dənədir. Yəni 5-də 2 də ehtimalı. C-nin də B-nin də ehtimalı eynidir deyə bunlar doğru cavab ola bilməz. Keçirəm D-yə. T K-dan böyükdür yazılıb. K-nın qiyməti 1-dir. Bütün ehtimallarda T K-dan böyükdürsə bunun ehtimalı yenə 100%, yəni 1-dir. Bu da deyil. Nə qaldı? Y variantı. T E-dən böyükdür. E-nin qiyməti 7-dir. T-nin 7-dən böyük olduğu ehtimal 1 dənədir. 5 dənə haldan biridir. Yəni ehtimal nədir? 5-də 1-dir. Baxın 5-də 1, 5-də 2-dən də 1-dən də kiçik olduğu üçün bunun olma ehtimalı daha azdır. Doğru cavab variantı olacaq Y variantı. Bir ad çaşdırdı sualı idi. Gəlirik növbəti 5-ci suala, 55-ci suala. Yazıb ki, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya da 2 pillə qalxır. 4-cü pillənin sınıq olması onun üzərinə çıxmağı mümkünsüz edir. 10-cu pilləyə çıxma neçə variantda mümkündür? Baxın, bir kənardan yazacağıq indi, biraz bunu böyüdək. Olsun birinci pillə, ikinci pillə, 3, 4, 5, 6, 7, 8, 9 və 10. 10 pilləm var. Deyir ki, ya 1 pillə qalxır, ya 2 pillə qalxır. Mən birinci pilləyə necə çıxa bilərəm? Ancaq bir pilləli addım atmaqla, yəni bir üsulum var. İkinci pilləyə də 2 üsulla çıxa bilərəm. Necə? Mən ya bir addım çıxaram, ya da bu 2 pilləliyə addım ataram, birbaşa çıxaram. Neçə üsul oldu? 2 üsul. 1 üsul, 2 üsul. Bu oldu 2 üsul. İndi baxın. Oxşar suallar dəfələrlə izah etmişik. Yenə döşəmə pilləkən məsələlərlə bağlı ayrıca bir izah videomuzda var. Kanalda axtarıb onu tapa bilərsiniz. Baxın, bura məhz 1 və 2 yazdığı üçün biz nə edirdik? Növbəti pilləni hesablamaq üçün. Ondan bir öncəki və 2 öncəkinin cəminə baxırdıq. Çünki bura 1 və 2 yazılıb. 1 və 3 yazılsa 1 və öncəki və 3 öncəkinin cəminə baxardıq. 1 və 2 yazıldığı üçün 1 öncəki ilə 2 öncəkinin cəminə baxıram. 3-dən 1 öncəki pillə ikinci pillədir. Variantı 2 idi. 2 plus 3-dən 1 öncəki pillə birinci pillədir. Onun da variantı 1-dir. 2 plus 1 bizə verir 3-ü. Bu oldu 3. 4-dən 1 öncəki 3-cü pillədir. Variantı 3-dür. 2 öncəki ikinci pillədir. Variantı 2-dir. 3-2 cəmi bizə verir 5-i. Amma bizdə yazılmışdı ki, 4-cü pillənin sınıq olması ehtimalı var. Yəni 4-cü pillə sınıqdır. Bu halda 4-cü pillə çıxma ehtimalı yoxdur. 0-dır. Çıxa bilməz. Sınıq yerə necə çıxım mən? Bu oldu 0. Davamı yenə eyni qayda ilə. 5-ci pilləyə çıxmağı hesablamaq üçün 5-dən 1 öncəki pillə 4-cü pillədir. Variantı 0-dır. 0 plus. 5-dən 2 öncəki pillə 3-cü pillədir. Variantı 3-dür. 0 plus 3 bizə verəcək 3-ü. Deməli, 5-ci pilləyə çıxma variantı oldu 3. 6-cı pilləyə çıxmaq üçün 6-cı pillədən 1 öncəki pillə 5-ci pillədir. Variantı 3-dür. 6-cı pillədən 2 öncəki pillə 4-cü pillədir. Variantı 0-dır. 0 plus 3 bizə verəcək yenə 3-ü. 7-ci pillə. 1 öncəki, 2 öncəki. Hansılardır? 5-lə 6-dır. Cəmlər neçə də 6-dır. Birbaşa yazıram artıq. 8-i hesablamaq üçün 1 və 2-ci ondan öncəki pillələr 7-ci və 6-cı pillələrdir. 6 plus 3 cəmi 9. Daha sonra 9-cu pilləni hesablamaq üçün 9-dan 1 öncəki 8-dir, 2 öncəki 7-dir. Variantlar 6, 9 və 6 neçə olacaq? 15. Deməli, qaldı 10-cu pillə. 10-cu pillədən 1 öncəki pillə 9-dur, 2 öncəki 8-dir. Bunların ehtimalları və ya variantlar cəmi 15 plus 9 bizə neçə verir? 24 vermiş olur. Deməli, cavabımız nə olur? A variantı 24 olmuş olacaq. Keçirik 56-cı suala. Bundan öncəki videoda əslində bu sualı izah etmişdim. Müəyyən ipucularımız var idi. Oradakı ipucularımız hansılardır indi birbaşa deyərək bunu da izah etmiş olacağım. Burada 2-3 əsas ipucumuz var idi. Baxın, biri budur. S vurulsun N, sonu S-lə bitib. Bir budur. Z vurulsun, baxın, N, sonu Z-lə bitib. Z vurulsun N bərabərdir, sonu Z-lə bitib. Hansı ədədlər ola bilərdi bunlar? 2 vurulsun 6, 12. Daha sonra növbəti nə var? Məsələn, 4 vurulsun 6, 24. Növbəti nə var? 5 vurulsun 3, bərabərdir 15. Daha sonra 6-da belə bir 6 vurulsun 6 var. O zaman SV-nin eyni olacaq da yaza bilməli. Bir də 8-də var. 8 vurulsun 6, 48. Deməli, 12, 24, 15 və 48. 4 dənə ehtimal var. Eyni zamanda bunlar ZN hasil üçün də keçərlidir. Bu birinci ipucu. İkinci ipucu da baxın, buradakı P-lərdə idi. Mən K ilə Z-i toplamışam, alınıb 10, 0 yazmışam, 1 yadda qalıb. Deməli, 1 yadda ilə gəlib baxacam ki, P-lərin 2 dənəsini toplayanda yenə P alınır. Bu ancaq hansı halda ola bilər? P-nin qiyməti 9 olar. 9 plus 9, 18. 1 də yadda idi 19. 9 yazaraq 1 yadda. Yəni P-nin qiyməti mütləq nədir? 9-dur. Bunu tapdıq. Daha sonra mən baxacam ki, nələr var burada. S-i F-ə vuranda burada 20 neçələr, 29-larda bir ədəd alınır. Mən axı S-i 2 götürsəm, 2 nəsə vurub 29 ala bilmərəm, hansısa bir rəqəmə.
Deməli, burada nə olar? 8-i də vursam, 8-i məsələn neçəyə vursam alınır? 3-ə vursam 24 alınır, 5 qalır. 8 olma ehtimalı azdır. Deməli, 4-dən 5-dən 1 olacaq böyük ehtimal. Bu zaman gəlib birinci 4 ardıcılığını, yəni baxın, buradakı 4 və 6 ehtimalını götürsək, S-in qiyməti 4 olsa. Bu halda necə olacaq? Görək ödəyəcəkmi? S-in qiymətini 4 yazmış olsaq. İndi baxın. F-in qiyməti elə buradan 7 olaraq çıxır. 9, 9, 18, 1 yadda 19, 9 yazaq, 19 alınırdı, 9 yazaq 1 yadda. 1 yadda 2 plus 4, 6, 1 yadda 7. F-in qiyməti olur 7. 7 olsa ödəyəcək. Bu halda 4, 6 cütlüyünə baxırdım. N6 olduğu üçün yoxlayaq. S-də tapmışıq 4. Görək ödəyəcəkmi? 4 artı 24, 4 yazaq 2 yadda. 4 artı 4, 16, 2 yadda 18, 8 yazaq 1 yadda. 4 artı 7, 28, 1 yadda 29. Həqiqətən ödədi. İndi gəlib baxırıq Z-ə. Görək Z-i biz neçə tapa bilərik? 4 düşdü aşağı. 8-in üstünə nə gəlsəm 10 alınır, 2 gəlsəm 10 alınır. Deməli 2, 6 cütlüyü də nəyə uyğun gələcək? Z-in cütlüyünə uyğun gələcək. Onsuz da N6-dır, Z olacaq 2. Bitdi. Hamısını tapmışıq artıq. Yoxlasaz görəcəksiniz ki, ödəyir həqiqətən. F-in qiymətini 7 tapdıq. S-in qiymətini 4 tapdıq. N-in qiyməti haradaydı? 6-dır. Z-in qiyməti 2-dir. K-nın qiyməti 8-dir. İndi bunları hesablasaq. 7, 4, 6, 16, 17, 2 burada. 19 çıxılsın. 8, 9, 17 idi. 19, 17 çıxanda 2 alınırdı. Cavab olacaq B variantı. Öncəki videoda da məhz bu sualı izah etmişdim. Ona görə üstə çox qalmıram artıq. Keçirik 57-ci sualımıza. Operatorlarla bağlı bir sual tipidir. 2 dənə ayrı-ayrı operator var. Bunlara diqqət yetirməliyik. Deməli, gördükləri iş fərqli olmuş olacaq. Baxın, bu qədər rəqəmdən 2 almışam. Gəlin görək burada nə ola bilər. Baxın, 4 dənə rəqəmdən 2 almışamsa və vergüllər var arada. Deməli, mən bunları qruplaşdıra bilərəm. Necəsə ayrı-ayrı baxa bilərəm. Onsuz da bütöv bir ədəd kimi baxa bilmərəm. Yəni 2136-ya baxmayacam ki, arada vergüllər var. Mən məsələn 2 ilə 6-nı bir qruplaşdırsam, 1-in 3-ü bir qruplaşdırsam. 2 dəfə 6 12, 1-i 3-ə vursam 3. Deməli, 12-ni 3-ə bölsəm 2-ni ala bilmərəm. Deməli, bu deyil. Amma toplasaq alınacaq. 2-ni 6-nı toplasaq 8, 1-in 3-ü toplasaq 4. 8-i 4-ə bölsək 2 alınır. Gəlin görək digərdə ödəyəcəkmi? 8-dən 4 toplasaq 12, 5-dən 7-ni toplasaq 12. 12-ni yenə 12-yə böləndə nə alırıq? 1 alırıq. Deməli, bu doğrudur. Gəlirik növbəti bu operatora. 128 deyəndə ağla nə gəlir elə birbaşa? 207 gəlir. Sanki mən bu ədədi 2-nin qüvvətinə yazmışam. Ola bilər. Gəlin yoxlayaq. İndi birinci bu operatoru yoxlayıram. Deməli 8-dən 12-ni nə edirdim? Toplayırdım 20 alırdım. Daha sonra 1-dən 3 toplayırdım 4 alırdım. 20-ni də 4-ə böləndə nə alacam? 5 almış olacam. İndi sanki bu operatoru sildim yerinə nə yazdım bu hissəni? 5 yazdım. Yenə baxın, bu operator sanki nə edirdi? 2-nin qüvvətinə yanındakı ədəd yazırdı. 2 üstü 5 həqiqətən 32 verəcək. Deməli, tapdığımız qayda-qanunluq doğrudur. İndi sual tapaq. Əvvəlcə 14 ilə 10 toplayıram 24. Sonra 1 ilə 5 toplayıram 6. 24-ü 6-ya bölündə 4 alınacaq. Əla, 4-ü tapdıq. Daha sonra. İndi bu operator getdi bu hissə. 4 və sağında bu işarə var. Bu işarə nə edirdi? Solundakı bu 4 ədədini 2-nin qüvvətinə yazırdı. 2-nin qüvvətinə 4 yazsam, bu da mənə 16-nı verəcək. Cavabımız olacaq məhz C variantı. Keçir 58-ci suala. Ovçu mətnidir. Bir kənardan bir qeyd dəftər açacağım, oradan qurmuş olacaq indi. Deməli, yazılıb ki, heyvanlar L, M, K, N və G hərflərlə işarə olunmuşdur. Ovçunu görən L cökənin arxasına gizlənib. Deməli, cökənin arxasında olan heyvan L-dir. Biraz qələmimizi böyüdəcəm indi. Daha aydın görə bilək deyə. Böyüdə bilsəm təbii ki, aha, əla. Deməli, cökənin arxasındakı L-dir. Buraya yazıram cökə, buraya yazıram L. Sonra çinarın arxasında M-dir. Çinar arxasında M. Palıdın arxasında K-dır. Palıddır burada K-dır. Daha sonra fıstığın arxasında N-dir. Növbəti. Şabaldın arxasında G-dir. Şamla da baxırıq ki, gizlənmək üçün daha 2 yer var. Şamla da küşnarın arxası boşdur. Şamdır və küşnardır. Bunların arxası boşdur. İndi nə şərtlər qoyub mənə? Deyir, hər bir heyvan yerini yalnız ovçunun gizləndiyi yeri istiqamətlərində dəyişir. Yəni, tutaq ki, K-dan çıxıb hər hansı bir ovçu gəlir Şabalda. G qaçıb, buradakı heyvan qaçıb buradakı heyvan qaçıb gizlənəcək. Gizlənməlidir məcburən. Amma digər, baxın, bu hissələrə gizlənə bilməyəcək. Şərtlər daxilində bunu göstərməliyəm və ya buradakı heyvanlar hələ ki qaçmayacaq. Çünki ancaq ovçu həmin ağaca istiqamətlənirsə heyvan qaçıb gizlənəcək. Bu birinci şərt. Sonra, heyvan digər heyvanların gizləndiyi yeri keçə bilməz. Bunu dedik. Məsələn,
Buradan çıxıb ovçu şabalda gəlirsə, G qaçıb digər heyvanların olduğu ağacların arxasına gizlənə bilməz. Daha sonra özlərinin axırıncı tərk etdiyi yerə və ovçu ilə yerlərini dəyişə bilməzlər. Özlərinin axırıncı tərk etdiyi yerə qayıda bilməzlər və ovçu ilə yerlərini dəyişə bilməzlər. Bunlar nə deməkdir? Məsələn, ovçu K-dan çıxıb gəlir şabalda, G qaçıb küşnara gizlənə bilməz. Yəni K-ya gizlənə bilməz. Ovçu ilə yer dəyişmək mümkün deyil şərtə əsasən və özlərinin sonuncu tərk etdiyi yerə gizlənə bilməzlər. Bunun nə olduğunu mətni qurandan sonra daha aydın göstərmiş olacağım. İndi gizlənmək yeri qalmayan heyvan nədir? Ovçunun şikarıdır. Ovçu birinci yerişdə şamın arxasına gəlir. Ovçu gəlir bura. Hər hansı bir heyvan yoxdur deyə digər heyvanlar yerlərində sabit qalacaq. Ovçunun əli boşdur birinci yerişdə. Arxası boş olan ağacın birinci yerişdən sonra ancaq küşnardır. Yəni heyvanların qaçıb gizlənə biləcəyi yeganə yer küşnar olur. Keçirəm ikinci yerişə. İkinci yerişdə cökənin arxasına gəlir ovçu. Ovçu şamdan çıxır gəlir cökəyə bura. Ovçunu yazdım cökənin arxasına. Burada olan el qaçıb gizlənməlidir. Boş olan yeganə yerim mənim haradır? Boş olan yeganə yerim, baxın K-nın arxasıdır, küşnarın arxasıdır burada. Eli yazdım bura. Digər heyvanlar üçün təhlükə olmadığına görə digər heyvanlar yerlərində sabit qalacaqlar. İndi ovçu şamı tərk edib deyə boş yerim bu səfər bura oldu. İndi isə keçəcəm üçüncü yerişə. Üçüncü yerişdə isə fıstığın arxasına gəlir ovçu. Ovçu gəlir bura. En qaçıb gizlənməlidir. Boş olan yeganə yerin baxın minus işarəsi olan yerdir. Buradır. Ovçu indi buranı tərk edib deyə bu isə boşdur. Digər heyvanlar üçün təhlükə olmadığına görə onlar yerlərində sabit qalırlar. Bu oldu üçüncü yerişim. İndi keçirik dördüncü yerişə. Dördüncü yerişdə yenidən şamın arxasına gəlir ovçu. Ovçu çıxır gəlir şama. En qaçıb gizlənməlidir. En məcburən boş yer var deyə 4-də gəlib gizlənəcək. Daha doğrusu çökənin arxasında bura. Ovçu indi fıstığı tərk edib deyə bura boşdur. Digər heyvanlar yerlərində sabit qalırlar. Bu şəkildə qaldılar. İndi keçirəm 5-ci yerişə. Xəttimizdə seçək ki qarışmasın. 5-ci yerişdə isə Sinanın arxasına gedir. Deməli ovçu gəlir Sinanın arxasına. M qaçıb minus işarəsi olan yerə gizlənəcək. Minus işarəsi buradaydı. F-in arxasındaydı. İndi ovçu şamı tərk edib deyə bura minus qoyacam. Digər heyvanlar üçün təhlükə olmadığına görə onlar yerlərində sabit qalacaqlar. Bu oldu 5-ci yerişin sonu. Gəlirik 6-cı yerişə. 6-cı yerişdə yenidən deyir fıstığın arxasına qayıdır. Deməli ovçu qayıtdı fıstığın arxasına. M qaçıb boş olan yer minus olan yerdə bura gizlənəcək. Ovçu indi baxın çinarı tərk edib bura boşdur. Digər heyvanlar üçün təhlükə olmadığına görə onlar yerlərində sabit qalmış olacaqlar. 6-cı yerişi tamamladıq. Keçirik 7-ci yerişə. 7-ci yerişdə yazır ki yenidən cökənin arxasına gəlir. Ovçu gəlir cökənin arxasına. Burada olan en qaçıb gizlənir çinara. Sonra baxın ovçu buranı tərk edib deyə bura boşdur. Digər heyvanlar sabit qalırlar. Yerlərini dəyişmirlər çünki onlar üçün təhlükə yoxdur. 7-ci yerişi tamamladıq. 8-ci yerişdə isə palıdın ətrafını yoxlayır. Yəni 8-ci yerişdə ovçu gəlir palıdın arxasına bura. K qaçıb minus olan yerə gizləndi. Digər heyvanlar üçün təhlükə yoxdur deyə onlar sabit qalır. Artıq ovçu cökəni tərk edib deyə bura boşdur. Bu da tamamlandı. Sual belədir. Ovçunun 9-cu yerişində hansı heyvanlar şikara çevrilə bilər? 9-cu yerişdir. Tutaq ki, baxın burada da mənə nələr verilib? Heyvanlar verilib. Birə baxıram eldir. El yazılıb. İndi ovçu gəlsə, el hardadır? Küşnardadır. Ovçu gəlsə bura. El qaçıb digər heyvanlar olan yerə gizlənə bilməz. Bunu bilirəm. Birinci şərt. Ovçu ilə yerini dəyişə bilməzdir. Yəni baxın bura gələ bilməz palıdın arxasına. El qaçıb məcburən gizlənməlidir bura. Amma bu da mümkün deyil. Belə bir şərtimiz vardı xatırlayırsınızsa ki, baxın özlərinin axırıncı tərk etdiyi yerə qayıda bilməzdilər. İndi bu şərtə baxacağıq. Bu şərti daha öncə izah etməliyim. Dedim ki, ən sonda izah edəcəm. İndi baxırıq ki, burada həqiqətən el qaçıb bura gizlənə bilməz. Çünki elin sonuncu tərk etdiyi yer məhz cökədir. El birinci yerişdə olub cökədə, birinci yerişdən sonra gəlib küşnara və davamlı şəkildə küşnarda qalıb. Yəni sonuncu tərk etdiyi ağac hansıdır? Cökədir. Sonuncu tərk etdiyi ağac cökədir deyə heç bir halda cökəyə qayıda bilməzdi. Bu mümkün deyildi. Deməli, elin qaçıb gizlənməyə yeri yoxdur, el şikardır. Birinci şikardır, əla. Bir olmayan variantları siləcəm. Qaldı 1, 3, 1, 4. Ardıcıl gedəcəm ki, tam başa düşəsiz. İndi tutaq ki, el gəlir M olan yerə. M hardadır hal-hazırda? Şamdadır. Ovçu gəldi bura. İndi M qaçıb gizlənməlidir, məlum məsələ boş olan yerə. Və qaçıb rahatlıqla gizlənə bilər. Çünki sonuncu tərk etdiyi yer deyil. M sonuncu harda olub? Baxın burada olub. Yəni
fıstığın arxasında olub. Bura qaçıb. İndi baxın, lazım olsa fıstığa qayıda bilməzdi. Amma fıstığa qayıtmır onsuz da. Cökəyə qayıdır. Qayıda bilər deyə el ola bilər. Daha doğrusu M şikar deyil. Bunu sildirəm. Sonra K gəlir. Düşünək ki, ovçu gəlir fıstığın arxasında K olan yerə. K qaçıb gizlənəcək bura. Hər hansı bir məhdudiyyət yoxdur. Nəyə görə? K sonuncu olub burada. Paladın arxasında sonra bura keçib. İndi buradan bura keçməyində hər hansı bir məhdudiyyət yoxdur. Gəlin birbaşa göstərim. Bu da olacaq N. Növbəti şikar. Deməli, ovçu gəlib N olan yerə bura gəlirsə, N qaçıb bura gizlənməlidir. Başqa yerə gizlənə bilməz. Amma burada gizlənə bilməyəcək. Çünki 6-cı gedişə qədər N olub burada. Sonra 7-ci gedişdə keçib Çinara və davamlı burada qalıb. İndi buradan cökəyə qayıda bilməz spiraldır. Sonuncu tərk etdiyi ağa cökə olduğu üçün. Deməli, N də şikardır. Cavabımız olacaq 1-4. Bəs biz bunu necə daha sürətli eləyə bilərdik? Əslində o da o qədər fərqliyi yoxdur. Sadəcə maksimum necə sürət qazana bilərdik? Məhz heyvanlar məcburən hara qaçıb gizlənməlidir? Minus olan yerə. Yəni cökənin arxasına. Gəlib baxacaq ki, cökənin arxasında hansı heyvanlar var? El olub, N olub. Başqa heç bir heyvan olmayıb. Deməli, el və N istisna qalan bütün heyvanların hamısı cökəyə qayıda bilər. Deməli, el və N şikardır. Digərləri heç bir halda şikar deyil. Amma diqqətli olmalıyıq. Məsələn, ola bilsin ki, N cökədən sonra başqa bir yerə keçib, sonradan Çinara keçib. O zaman qayıda bilərdi. Yəni, N cökədədir. Cökədən gəlib tutaq ki, fıstığa və buradan keçib hara? Çinara. İndi baxın, qayıda bilməz fıstığa, amma qayıda bilər cökəyə. Bu ola bilərdi. Sadəcə bir öncəkinə qayıda bilməzdi. Buna diqqət yetirməliydik. L ilə N var idi burada. Onsuz da variantlarda da bir dənə L ilə N olan D variantıdır. Deməli, doğru cavabımız olurdu D. Bunu tamamladıq. İndi keçirik növbəti sualımıza. Yenə bir mətnin məntiqi təhlil verilib. Biraz bu da çətin bir mətindir. Kaş bu bağlamazlıq dəftərimizi yenidən bir qeyd dəftər açacağam. Bir kənardan qeyd dəftəri açdıq. İndi baxın, burada verilmiş kürəklərin müddətlərini bir neçə saniyədən daimiyə qədər aşağıdan yuxarıya doğru düzmüşəm. İndi isə biz bunların qarşısından hansı külək harda ola bilər, hansı külək harda ola bilməz bir cədvəl qurub yazmağa çalışmış olacaq. Eyni zamanda hansından daha hündürdə, daha uzun əsirsə o deməli verilmiş cədvəldə yuxarı aşağı şəkildə qeyd olunmuş olacaq. Bu zaman daha rahat tapa biləcəyik. İndi gəlirik birbaşa sualımıza. Yazılıb ki, boran ən uzun olmayan brizdən qısadır. Baxın, boran brizdən nədir? Qısadır. Bu halda boran daimi ola bilməz. Çünki daimidən böyük yoxdur. Briz borandan böyükdür. Və yazıb ki, ən uzun olmayan brizdən qısadır. Briz deməli ən uzun deyilsə, briz daimi deyil. Bunu bildik. Bu halda boran burada ola bilməz. Çünki boran burada olsa, gərək briz daimi olsun. Ondan daha uzun əssin. Amma briz də dedik ki, daimi ola bilməyəcək. Eyni zamanda briz sonuncu deyil. Çünki briz sonuncu olsa borana yer qalmır aşağıda. Deməli, briz də burada deyil. Bu cümlə getdi. Əsmə eyni zamanda davamında yazılıb ki, ən qısa olmayan qasırğadan uzundur. Ən qısa olmayan qasırğa deyirsə, qasırğa ən qısa deyil. Eyni zamanda, baxın, qasırğadan uzundursa, qasırğadan uzun iki dənəsi var. Boran və briz var, minimal halda. Deməli, qasırğa birinci yerdə ola bilməz. İkinci yerdə ola bilməz. Ondan öndə iki dənə yoxdur. Qasırğa üçüncü yerdə də ola bilməz. Gərək qasırğa üçdə olsa, boran burada olsun, briz burada olsun. Amma mən görürəm ki, nə boran burada ola bilməz, nə briz də burada ola bilməz. Bunlar getdi. Sonra yazılıb ki, əsmə müddətləri sırasında boran və qasırğa qonşudurlar. Deməli, boran bərabər deməyək, boran, qasırğa, bunlar bu şəkildə bir-birinin ardınca gələcəklər. Və bu zaman bilirəm ki, onsuz da qasırğa borandan kiçikdirsə, əvvəlcə qasırğa gələcək, sonra boran gəlmiş olacaq. Bunları bildik. İndi baxın, mən bura qasırğa yaza bilməmişəm, elə deyil. Amma bura boran yaza bilərəm. O zaman məsələn qasırğa düşəcək bura və ya tərsinə. Boran bura düşsə, qasırğa bura düşəcək. Belə bir vəziyyət olmalıdır. Amma hələ ki hardadır, hansı hardadır bilmirəm. Davam edirəm. Deyir, əsmə müddəti saatla ölçülən küləklər fırtına və tufandır. Deməli, saatla ölçülənlər fırtına və tufandır. Sonuncu fırtınadan uzundur. Yəni, tufan fırtınadan uzundur. Deməli, tufan saatla ölçülür və fırtınadan uzundursa, tufan olacaq burada. Tufan eyni zamanda nədən uzundur? Fırtınadan uzundur. Tufan 2-3 saatdırsa, fırtına nə olacaq? 1 saat olacaq. Çünki tufan fırtınadan uzundur və hər ikisi saatlarla ölçülür.
Bunları qeyd etdik və burada yazır ki, musson Brizdən uzundur. Musson da Brizdən uzundursa, deməli mussonda baxın burada bir yerdə olacaq, elə deyil. Brizdən uzun hissədə bir yerdə olacaq. Mən artıq görürəm ki, qasırğadan uzun ən azı 3 dənəsi var. Deməli, mən qasırğanı artıq, onsuz bu ikisinə də yaza bilməliyəm. Bu ikisi tutulub. Məcburən qasırğanı hara yazmalıyam? Aşağılarda bir yerə yazmalıyam. Baxın, birinci yerə bura qasırğa yaza bilmərəm, bura yaza bilmərəm, bura qasırğa yaza bilmərəm. Üstə xətt çəkmişəm hamısını. Bunlar tutuludur. 2 dənə yerim qaldı. Qasırğanı sonra da yaza bilmərəm. Yazıb üstə xətt çəkmişəm. Məcburən mən qasırğanı buraya yazacağam. Nəyə görə? Ondan bir yuxarıya boran yaza bilim deyə. Çünki onlar qonşu gəliblər. Yox, əgər mən qasırğanı buraya yazsam, boran fırtınanın yerinə uyğun gələcək. O da yaza bilmərəm artıq. Deməli, mən qasırğanı yazıram bura. Boranı yazıram bura. Bunları tapdıq. Əla. Daha sonra, baxın, mən qasırğanı yerləşdirmişəm artıq. Bunu buradan silirəm ki, mənə mane olmasın. Boranı da tapmışam. Bunu da buradan silirəm. Daha sonra, bizdə nə qalmış olacaq? Digər küləklərimiz qalıb ki, onları hələ ki yerləşdirməmişik. İndi baxın. Briz sonuncu olmayacaq. Amma brizdən sonra bir dənə dəqiq bildiyim kim var? Musson var. Ola bilsin briz burada, musson buradadır. Ola bilsin briz burada, musson buradadır. Ehtimallar var, artıq bu ehtimalları yazmıram. Çünki 100% bilmirəm. Keçirəm sualları cevablama. Deyir, mətnindəki məlumatlara görə hansı nəticələri gəlmək olar? Birinci cümləmdə yazılıb ki, Passat ən uzun əsmə müddətinə malikdir. Baxın, Passatla bağlı heç bir məlumatım yoxdur. Sonuncu da ola bilər, birinci də ola bilər, hamısı ola bilər. Deməli, bu dəqiq deyil. İkinci də yazıb ki, briz bir gecə əsir. Dəqiq deyil. Briz dedi ki, burada olar, musson burada olar. Belə bir ehtimal var. Dəqiq deyil. Boran bir neçə dəqiqə əsir. Baxın, həqiqətən boran haradadır? Bir neçə dəqiqə olan hissədədir. Bu doğrudur. 4-də yazıb ki, qasırğanın əsmə müddəti 1 dəqiqədir. Bəli, doğrudur. Qasırğa 1 dəqiqə olan hissəyə yazdıq. Mussonun əsmə müddəti şiddətli küləyin əsmə müddətindən çoxdur. Bilmirəm axı şiddətli külək heç hardadır. Ki musson ondan yuxarıda da aşağıda da bilim. 5 də dəqiq deyil. Altda yazıb ki, şiddətli küləyin əsmə müddəti dəqiqələrlə ölçülmür. Bəli, doğrudur. Çünki dəqiqələrlə ölçülənlər məlumdur. Borandan qasırğadır. Deməli, şiddətli külək burada ola bilməz artıq. Bunlar tutulub. Deməli, 3, 4 və 6 nə olacaq? Doğru cavab olacaq. Cavabı götürəcək C variantı. Və keçəcək növbəti sualımıza. 60 nömrəli sualımız şəkil münasibətlərlə bağlıdır. Baxın, mənə burada verilmiş fiqurlar necəsə müəyyən bir ardıcılıqla düzünüb burada bu vəziyyəti alıb. Mən deməli bu ardıcılığı tapandan sonra eyni şeyi ikinci sətrə tətbiq etməliyəm. Baxın, birinci gələn şəkil bu şəkildə elə deyil. Bu bir nömrədə ola bilər və ya dördüncü fiqurun birinci şəkildə ola bilər. Amma dördüncü deyil. Çünki dördüncü fiqur gəlsəydi davamında bu gəlməlidir. Ona bitişikdir çünki, amma bu gəlməyib. Deməli, elə birinci gələn hansıdır? Bir nömrə deyil daha doğrusu. Bu 2 nömrəli fiqurdur. Birinci gələn 2 nömrəli fiquru da ayırdım buradan. 2 gəldi birinci yerdə. Deməli, məndə də yenə birinci hansı gəlməlidir? 2 nömrəli fiqur gəlməlidir. Tək olan ağ dairə. Y variantını silirəm, B-ni silirəm, D-ni silirəm. Heç biri ağ dairə ilə başlamayıb. Daha sonra davamına baxaq. Baxın, bir dənə ağ dairə də gəlmiş ola bilər və ya 6 nömrəli fiqur da gəlmiş ola bilər burada. İndi burada nə edəcəm? 3'ü yazacağam. Birinci ki, tutaq ki 3 gəlib. 3 gəlmiş olsa, davamında bunlar gəlir. Baxın, mən onsuz da 2-ni istifadə etmişəm. 3'ü istifadə etmişəm. Baxın, bu şəkildə stop işarəsi harda qalıb baş gəlimdə? Gəlib indi ona baxacağıq. O istiqamətdə olan stop işarəsi, yəni sağdan sola doğru. Qalmayıb əlimdə, elə deyil başqa bir yerdə. Əlimdə başqa bir yerdə qalmayıb deyə, deməli bu deyil. Çünki bundan başqa bir yerdə yoxumdur. Mən bura 3'ü yazmalı deyiləm. Mən bura hansını yazmalıyam? 6'nı yazmalıyam. Yəni bunu. Ki davamını yaza bilim. 6 oldu burada. İndi mən tapmışam 2'ni və 6'nı. Burada baxın, soldan sağa doğru bir nömrə var. Başlanğıcda. Və ya dedik ki 4 nömrə var, elə deyil. Soldan sağa doğru. Amma bu zaman 2 dənəsi yan yana gələcək. Amma burada 2 dənəsi yan yana gəlməyib. Deməli, burada olacaq bir nömrə. Bu da 7. Növbəti. Artıq biri yazmışıqsa, baxın. Davamında yenə soldan sağa doğru gəlir, elə deyil bu hissədə. Soldan sağa gəlirsə, baxın, bir nömrəni yazandan sonra ağ və soldan sağa bu fiqur. O haradadır? 5 nömrəli fiqurdur. Burada olacaq 5. 5'i də yazdıq. Bunu ayırırıq bu şəkildə. Növbəti ağ dairə ilə başlayan, onsuz da 5'i silmişəm, 6'ını silmişəm, 2'ni silmişəm, 1'i silmişəm. Ağ dairə olan bir dənə fiqur 3'dür. Deməli, bu 3 olacaq. Bir dənə 4 nömrə, bu ikisi yanaşı gəldiyi var, bu da 4 olacaq. Deməli, ardıcılığımız bu şəkildə oldu. 2, 6, 1, 5, 3, 4 şəklində. İndi gəlib baxıram. Yəni, ikinci hissə fərqlənir. Məndə birinci hansı gəldi? 2 nömrəli fiqur gəldi. Bu doğrudur.
Daha sonra 6 gəlməlidir. 6-da 2 dənə ağ fiqur var. Deməli ardınca da 2 dənə ağ fiqur gəlməli idi. O da yeganə C variantda gəlib deyə C variantı doğru cavab variantı olmuş olacaq. Növbəti 61-ci sualımız analogiyadır. Sualın nəyi olur? Cavabı olur. Yəni sual verilirsə o cavabla yekunlaşır. Cavab verilir və proses sanki bitir. Əmri də yekunlaşdıran nə olacaq? İcra olacaq. Həmin əmrin icrası. Suala cavab verilir, əmr də icra olunur. Cavab olacaq D. 62 nömrəli sualımız şifrələr mövzusu ilə bağlıdır. Baxın, 1, 2, 3, 3 dənə B hərfi var. Baxın, 3 dənə B hərfi var məndə. Birinci sütunda. 2 dənə T hərfi var. Gəlib birinci sütuna baxıram və ya birinci yerlərə baxıram şifrələrdə. Baxın, məndə bu fiqurdan neçə dənədir? 2 dənədir. Amma bu fiqurdan neçə dənədir? 3 dənədir. Birinci yerdə. 3 dənə olan bizdə B hərfi idi. Deməli, bunların şifrəsi B-dir. Buraya yazıram B-ni. Bu şəkillər yuxarı çəkmək çətin deyə B-ni buraya yazacağım. Baxın, B ilə başlayıb B ilə bitən. Həmin fiqurla başlayıb həmin fiqurla bitən hansıdır? Buradadır. Baxın, bu hissədədir. Deməli, bu da məndə hansı hərfdir? A hərfidir. A hərfidir. Dəqiq baxaq, bəli, A hərfidir. Daha sonra başqa nə görürəm? Sonu B ilə bitən bir dənəsinə də baxaq. Baxın, sonu B ilə bitən budur. Bu B-dirsə, nə ilə başlayıb? T hərfindən başlayıb. Bu da T hərfidir. Buna da bildik ki, bu da A hərfi idi. Deməli, biz bunu tapmalıyıq. B ilə başlayan tapmalıyıq, elə deyil. Bu T ilə başlayıb, bu deyil. Baxın, bat, bu B yazmışam, bu deyil. Deməli, bu şəkil bizdə T-dir, T ilə başlayıb, A deyil. Qaldı D və Y variantı. Baxın, indi diqqətlə baxmış olsaq, biz məsələn, A hərfini nə tapmışıq? Bu fiquru. Deməli, bu oldu A. Amma bu A hərfi deyil. A hərfi burada hansıdır? Burada yoxdur ümumiyyətlə A hərfi. Bu da bizdə nədir? Diqqətlə baxaq, A hərfi yoxdurmu dəqiq? Bizdə bu hərfi hansı idi? T hərfi idi. Bəli. Amma burada nə yazılıb? Baxın, bu işarəm var. Bu işarə hansına uyğun gələcəksin? Tək istifadə olunanlardan birinə, ya U hərfinə, ya da I hərfinə uyğun gələcək. Amma məndə ortada A hərfi olmalıydı. B, A olanda yeganə Y variantındadır. Bunu da onsuz T olaraq tapmışdıq. Həqiqətən Y variantı doğru cavab variantıdır. 63-cü sualımız tərəzi sualdır. Yazıb ki, fiqurların sıfırdan fərqli bir rəqəmli ədədlərə uyğun olduğunu bilərək. Sıfırdan fərqli bir rəqəmli ədədlər hansıdır? Elə 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9-dur. Bunları bildik. Mən bunları tapdıqdan sonra bu ifadənin qiymətini hesaplamalıyam. Dedik ki, bu tip tərəzilərdə fiqur sayı harada çoxdursa orada qiymətim aşağıdır. Fiqur sayı azsa orada qiymətim yuxarıdır. Baxın, burada fiqur sayı çoxdur və bura yüngüldür. Sağ tərəf aşağı düşüb. Deməli, sağ tərəf ağırdır. Mən bir fiqura maksimum neçə verə bilərəm? 9 verə bilərəm. Bəs bunlara nə verə bilərəm? Məsələn, bunlara 1 versəm, buna 2 versəm neçə alınacaq? 7 alınacaq, bu 8 də ola bilər, 9 da ola bilər. Amma mən gəlib tutaq ki, buna 2 versəm, 3 dəfə 2, 6, 7, 8. Belə də olsa bu avtomatik 9 alınacaq. Deməli, burada müəyyən ehtimallarım var. Bu ehtimalları yoxlamağa çalışacağıq. Ehtimallar var deyə biz məcburuq artıq bunları yoxlamağa. Gəlin elə birinci bu yazdığımız ehtimal 1, 2, 9 olanı yoxlayaq. Tutaq ki, mən 1-i tapdım, 2-ni tapdım və 9-u tapdım. Daha sonra keçib bura baxa bilərəm. Baxın, mən onsuz da kvadratda 1 demişəm. Bu 1 olsa, 2-ni istifadə etmişəm, buna 3 yazsam, burada nə olacaq? 6 alınacaq. Gəlin 1 vahid böyük 7-ni götürək. Həmişə 1 vahid olmaya bilir. Bəzən də 2 vahid də böyük ola bilər, 3 vahid də. Amma biz istənilən halda hələ ki 1 vahid böyüklə yoxlayaq. Tutaq ki, burada 3-ü də tapmışam, 7-ni də tapmışam. Daha sonra gəlirəm bu hissəyə, elə deyil. Bu hissədə baxın 2 dənəsi 3-cünü verib. Əlimdə qalan ədədlərdən bunu yeganə 4 və 8 bacaracaq, elə deyil. 4-lər 8 verəcək. 4 və 8 də tapdıq. 5, 6 qaldı, elə deyil ancaq. 5 və 6. Gəlirik bura. Mən bunlardan hansı fiqurları tapmışam, indi onları təyin etməyə çalışacağıq. Baxın, biz bu ağ 5 bucaqlıya 7 demişik digər tərəfdə. Buna 7 yazsaq, əlimizdə 5 və 6 qalıb. Bunlara 6 versək, 6 plus 6, 12, bu da 5 olsa 5 plus 7, 12. Hamısı ödəyir, heç bir problem yoxdur. Deməli, doğru qurmuşuq. Çalışın, bu qədər ehtimallı bir sual varsa, həmişə ağır tərəfi 1 vahid böyük götürüb yazın. 2 vahid, 3 vahid çox da getmin, 1 vahid böyüklə yazın. Çox hallarda, əksər hallarda demək ki, alınır, bir problem çıxmır. İndi gəlib yerinə yazırıq. Qara ulduz bizdə 4-dür. Ağ ulduz bizdə hardadır? Ağ ulduzu diqqətlə baxın, 8-dir. Qara dairə 5-dir. Ağ 5 bucaqlı 7-dir. Ağ dairə 6-dır. Qara 3 bucaq bizdə neçə idi? 3-dür. 4, 8, 5 cəmi. Bu bizə verəcək 17-ni. 17 çıxılsın. 7, 6, 3 cəmi 16-nı verir. 17, 16 çıxında 1 alınır. Deməli, bu sualda doğru cavab oldu. A variantı 1. 64-cü sualımız şəkil analizi ilə bağlı bir sual tipidir. Birinci və ikinci şəklin birləşməsindən bir şəkil alınır. 3 və 4-dən də eyni şəkil alınmalıdır. Baxın, belə yadda saxlayın. Hər dəfə belə işləməyə çalışın. Çox uzatmayacağım.
Bizə lazım olan xətlər, yəni sual işarəsinin yerinə olan lazımlı xətlər birinci və ikinci şəkildə olub, hər hansı birində də ola bilər, hər ikisində də ola bilər. Yəni 1 və 2-də olub, üçüncü şəkildə olmayan xətlərdir. Gəlin bir-bir variantlara baxaq. Bizə lazım olanlar nədir? Variantları müqayisə etməkdir. Baxın, indi diqqətlə baxmış olsaq, A variantı ilə B variantı arasındakı bir fərqə baxıram. Buradan yuxarı belə bir xəttim gedib, ən aşağıdan yuxarıya doğru burada. Amma A-da getməyib. Baxın, o xətt birinci şəkildə var. Ən aşağıda belə bir düz xəttim var. Və gəlib baxıram ki, burada belə bir xəttim yoxdur. Yoxdursa cavab variantda olmalıdır. Deməli, A-da yoxdur, A-nı sildirəm. A getdi. B ilə C arasındakı bir variantı müqayisə etməyə çalışıram. İndi B ilə C-ni daha doğrusu müqayisə etməyə çalışıram. Baxın, mənim buradan, bu xəttimin üstdən yuxarı doğru burada heç bir xətt qalxmayıb, amma buradan yuxarı doğru belə bir diagonal qalxıb. Elə deyil. Və ya o çətindirsə görmək. Baxın, soldan bura doğru belə bir uzun xətt gəlir. Burada bu xəttin yarısı var, yarısı yoxdur. Baxın, söhbət nədən gedir? Həmin xəttin yarısı buradadır, bu şaqil xəttin sol tərəfi, yarısı burada. Mən bunları birləşdirəndə bu xəttim hara gəlib düşəcək, bura düşəcək. Həqiqətən bütövlükdə burada belə bir uzun xətt alınacaq. Və o uzun xətt burada verilməyib. Verilməyibsə bütöv şəkildə verilməlidir. C-də bütöv verilməyib, yanlışdır. D-də bütöv verilməyib, yanlışdır. Qaldı B və Y variantları. İndi baxın. Burada sağda belə bir düz xəttim var. Bunun sanki davamından ən sağda. Amma burada bu yoxdur. Söhbət nədən gedir? Baxın, bu xəttdən gedir. Bunu mən burada çəkəndə burada uzun bir düz xətt də alınırdı. Bütöv bir düz xətt də alınırdı. Amma gəlib baxıram ki, bunun sol tərəfini onsuz da variantlarla müqayisə edib tapmışam. Sağ tərəf burada bütöv verilib. Deməli, ümumiyyətlə verilməməlidir. Y variantda yarısı verilmişdir, yanlışdır. Doğru cavabımız nə olacaq? B variantı olmuş olacaq. 65-ci sualımız anagram sualdır. Deməli, S birbaşa gözə batır. Mühəndis yazılıb. Mühəndis. Daha sonra digərlərinə baxaq. D variantda görsənməsində direktor yazılıb. Direktor. Daha sonra brigadir yazılıb böyük ehtimal B-də. Baxaq görə alınırmı? Alınır, bəli. Ada komandir yazılıb. Komandir. Bu şəkildə komandir yazılıb burada. Direktor, komandir, brigadir, mühəndis. Bir dənə Y variantımız qaldı. Burada da rektor yazılıb. Rektor. İndi baxın. Komandir müəyyən bir brigadanı, alayı, hər nəsə müəyyən bir əskər topluluğunu idarə edən şəxsdir, elə deyil. Direktor məktəbi idarə edən şəxsdir. Brigadir brigadanı idarə edən şəxsdir. Rektor da universiteti idarə edən şəxsdir. Mühəndis isə hər hansı bir qurumu, hər hansı bir topluluğu idarə edən şəxs deyil. Fərqli cavab olacaq hansı variant? Məhz C variant. 65-də oldu C. Keçirik 66-cı sualımıza. Riyazi məsələdir, yaş məsələsidir. Yazıb ki, qızın babası nənəsindən 12 il böyükdür. Deməli, gəlin burada yazaq. Babaya yazaq nə? B. Nənəyə yazaq N. Nənə qızın atasından, ata yazaq A. Qızın yaşı ilə onun anasının yaşı. Anasına yazaq nə? C. Elə üstə yazım qalsın burada. Babanın yaşı B'dir. Nənənin yaşı kiçik N'dir. Atanın yaşı A'dır. Qızın anasının yaşı C'dir. Qızın öz yaşında Q yazaq qalsın burada. Başqa nə var? Ancaq bunlardır. İndi gəlib bir-bir oxuyuram. Deyir ki, qızın babası nənəsindən 12 il böyükdür. Deməli, baba bərabərdir. Nənə plus 12-yə. Bu qaldı burada. Nənə qızın atasından 2 dəfə böyükdür. Nənə bərabərdir 2 aya. Qızın atasından 2 dəfə böyükdür. Bu getdi. Qızın yaşı ilə onun anasının yaşının hasili, yəni 2 vurulsun C, babanın yaşına bərabərdir. Yaşının hasili babanın yaşına bərabərdir. Babanın yaşı nədir? B'dir. Bərabərdir nəyə? B'yə. Sonra yazıb ki, atanın yaşını göstərən ədədin qızın yaşını göstərən ədədin kubuna bərabər olduğunu bilərək. Hələ ki, bu hissəyən quraq. Deməli, atanın yaşı nəyə bərabərdir? Qızın yaşının kubuna. Və ananın yaşına 5 il böyük olduğunu bilərək nənənin yaşını tapın. Yəni, qızın atasının yaşı anasının yaşından neçə il böyükdür? 5 il böyükdür. Anası C idi bizdə, elə deyil? Bəli, C idi. C plus 5'dir atanın yaşı. İndi mən burada nə edəcəm? Gəlib ədədlərə baxıram. Qızın yaşı nə ola bilər? Atanın yaşı nə ola bilər? Qızın yaşı hər halda baxın. Bir də çox uzun hesablama aparmayacağım. Qızın yaşı 1 ola bilməz. 1'in kubu 1, atanın yaşı 1 deyil hər halda. Qızın yaşı 2 ola bilməz. 2'in kubu 8, atanın yaşı 8 olsa, gərək anan yaşı 3 olsun. Davamı da heç bir halda ödəməyəcək. Bu deyil. Növbəti.
Qızın yaşı 3 olsa 3'ün kubu 27. Aha, atanın yaşı 27 ola bilər deyə saxlayırıq. Atanın yaşı 27 olsa, ananın yaşı olar 23. Hər iki saxlayırıq bunu. Ola bilər deyə. İndi ananın yaşı 23 olsa, qızın yaşı neçə olacaq? Bizdə 3 idi. 23 vurulsun 3 bizdə verəcək 69. Babanın yaşı olar 69. Hər iki ödəyir. İndi atanın yaşı 27-dir. Atanın yaşı 27 olsa, 2 vurulsun 27 54 verir. Nənənin yaşı olar 54. Bu da ödəyər. İndi nənə 54 olsa, 54 plus 12 bizə 67 sən verəcək. 66-nı verəcək, elə deyil. Baba olacaq 66. Axı biz 69 tapmışdıq burada. Deməli, bu doğru deyil indi tapdığımız ədədlər. Deməli, qızın yaşı artıq 3 deyil, bunu bildik. Silib yenidən başqa bir yaşı yoxlayacağıq. Amma biz burada bir səhv etdik, əslində doğru idi. Baxın, geri qayıdacağım, doğru tapmışdıq əslində. Baxaq, hamısını qayıtıra bilirikmi? Bəli. Deməli, baxın, biz burada bir dənə kiçik səhv etmişik axı. Bu 22-dir, 23 deyil. O zaman ananın yaşı 22-dirsə, mən buraya 22 yazanda 3 vursa 22 66-dır. Davamında yenə 54 plus 2 66-dır. Həqiqətən doğrudur. Sadəcə biz burada bir dənə kiçik hesab səhv etmişdik deyə doğru alınmırdı. Deməli, qızın yaşı 3 olanda hamısı ödəyir, hər hansı bir problem yoxdur. Bu halda bizdən nəyin yaşını istəyir? Nənənin yaşını istəyir. Nənənin yaşını neçə tapdıq? 54 tapdıq. Deməli, cavabımız A variantı 54 olmuş olacaq. 67-ci sualımız sınıq xətt sualıdır. Biraz fərqli bir sual tipidir. Cədvəl oyunlarıyla bağlıdır. Daha öncə imtahanlarda olmayıb, amma model sualdır deyə bunu bilməli. Yeni zamanda dövlət qulluqları bir neçə dəfə bu sual istifadə olunub deyə vacib sual tiplərindən biridir. Deməli, şərtdə yazıb ki, verilmiş şəklin üzərində yalnız sətir və sütunlar üzrə keçən, öz-özü ilə kəsişməyən, bütün qara və boz xanaları birləşdirən qapalı sınıq xətt çəkir. Xətt boz xanalardan düz keçməli, lakin ya əvvəlki ya da ki, sonraki hər hansı bir xanada 90 dərəcə dönməlidir. Xətt qara xanalarda 90 dərəcə dönməli, lakin nə əvvəlki, nə də sonraki xanalarda dönməməlidir. Deməli, baxın, bu nə deməkdir? Mən bütün xanaları əhatə edən, baxın, bunu ixtiyari çəkirəm hələ ki, bütün hamısını əhatə edən belə bir qapalı sınıq xətt çəkməliyim. Yəni, hamısı əhatə olunmalıdır, hamısından keçməliyim. Bu bir. Şərtlər necədir? Deyir ki, mən qara xananın içində xəttimi 90 dərəcə sındıracam bu vəziyyətdə. Amma ona bitişik xanalarda sınmayacaq. Onlardan düz keçəcək. Boz xananın içində sındıra bilmərəm. Boz xanadan düz keçməliyəm. Amma ya onun əvvəlində, ya onun sonunda, ya hər iki tərəfində xətt 90 dərəcə dönməlidir. Bu qaydalar əsasında mən gəlib bu xəttimi çəkəcəm. Hər zaman çalışın kənarlardan başlayasınız. Çünki kənardakı olan qara xanadan başlamaq rahatdır. Mən onsuz da bilirəm ki, burada 90 dərəcə döndürməliyəm. Bu istiqamətdən başqa heç yerə döndürə bilmərəm. Baxın, ona bitişik xanalardan da xəttimi döndürə bilməyəcəyim üçün bu şəkildə keçdim. Daha sonra, növbəti. Baxın, mən bu xanalardan belə bu şəkildə keçə bilmərəm. Çünki bunun içində dönə bilməyəcəyim üçün xəttim necə olmalıdır? Paralel vəziyyətdə olmalıdır burada. Əgər ikisinin üstündən belə keçən xətt çəksəm, buradan bir yerdən dönməliyəm, axı, hardan dönəcəm? Məcburən içindən dönəcəm. O da olmaz. Deməli, mənim bu xəttlərim paralel olacaq. Axı, bu xəttlərin çıxış yolu yoxdur. Burada mən nə etməliyəm artıq? Məcburən bunları birləşdirəm. Bu iki xətti birləşdirəcəm. Daha sonra, növbət nə edə bilərəm? Müəyyən qaydada buradan aşağı da düşmək olar. Aşağı düşməyə yoxlasaq gələk bura. İndi baxın, buradan mən bunun içində 90 dərəcə dönməliyəm, döndüm belə və ona bitişik olan xanadan dönə bilmərəm. Keçdim birbaşa, gəldim bura. Görürsünüz, bu iki dənə xananı birləşdirmək mümkündür. Bu iki dənə xətti. Bunları birləşdirdim. Xəttimin müəyyən bir hissəsini qurmuşam. İndi davamında, baxın, bura gələcəm. Çünki o xəttim qalıb yuxarıda, onu tamamlamağa çalışmalıyam. Bunun içində 90 dərəcə dönməliyəm, döndüm. Birinci xəttdən dönməyəcəm, birincidə keçəcəm ikinciyə. İkincidən baxın, boz xananın ya əvvəlində, ya sonunda dönməliyəm. Axı, buradan elə dönəcəm, bunun içində dönə bilmərəm. Düz keçəcəm. 90-ın içində dönməliyəm deyə aşağı düşəcəm. Bu birincidən dönə bilmərəm, düşəcəm aşağı. Gələcəm bura. Bura düşsəm artıq nə etməliyəm? Düz keçməliyəm. Buradan dönməliyəm. O zaman mən bu xəttləri birləşdirmək məcburiyyətində qalaram. Amma mənim burada ortada iki dənə fiqurum qalar. Deməli, tam bu şəkildə olmayacaq. Baxın, mən gəlib buradan dönsəm, dönmüş olsam, başqa nə edə bilərik? Yuxarı dönə bilərik. Yuxarı dönüb bu hissədən gəlib, baxın, buradan düz keçmək məcburiyyətində qalacam. Amma baxıram ki, mənim necə olsun, burada artıq xəttim doğru keçmir. Deməli, bunları birləşdirmək doğru bir qərar deyil əslində. Hələ ki, birləşdirmək ən azından doğru bir qərar deyil. Çünki onları birləşdirəndə buradakı boz xanam qalırdı kənarda tək. Ona görə gəlib bunun üstündən keçəcəm. Ən az bir tərəfinə dönməliyəm axı. Aşağı dönəcəm. Dönsəm, baxın, bura çatmışamsa, elə birbaşa bunu da əhatə eləmək olar burada. Gəlirəm bura, bunun içində 90 dönməliyəm. Sağa dönsəm,
Bu hissəm qalır kənarda. Məcburən sola dönürəm, bundan birləşdirirəm. Əla. Bunları da bir birləşdirəcəm. Bundan düz keçib dönəcəm. Bunları da birləşdirəcəm. Əla. Qapalı sınıq xəttimizi çəkdik. Bütün fiqurların hamısı əhatə olundu. Sual belədir. Sınıq xətt rəqəmlərlə işarələnmiş xanaların hansılarından keçə bilməz? 1. 5-dən keçmədi. 1 də 2-dən keçmədi. Cavab oldu 2 və 5 A variantı. Əslində çətin bir sual deyil, amma biraz vaxt apara biləcək bir sualdır. 68-ci sual. Arı, çiçək, çəmənlik, şirə. Arı, baxın, çəmənlikdə çiçəkdən nə əldə edir? Şirə əldə edir. Belə bir ardıcılıq qurmuşuq. Gəlin nömrəliyik. Birinci gəldi arı. Sonra gəldi çəmənlik. Sonra gəldi çiçək. Sonra gəldi şirə. 1, 3, 2, 4. Belə bir ardıcılıq qurduq. Sağıcı fermada inəkdən süd əldə edir. Ola bilər. 1, 2, 3, 4. Saxlayırıq hələ ki, keçirik növbətliyə. Kəpənək ağacdan, baxın, ağacdakı güldən budaq əldə edir. Mənasızdır. Alınmır. Burada cümlə qurmaq olmur. Tamaşaçı teatrda səhnədən aktyor. Baxın, burada əldə etmə, yaratma məsələsi var. Elə deyil. Mümkün deyil. Mənasızdır. Çünki arı şirəni yaradır və ya əldə edir sanki, belə deyək. Sağıcı da südü əldə edir inəkdən. Arı da çiçəkdən şirəni əldə edir. Yəni, burada bir əldə etmə, sahiblənmə, bir yaratma prosesi var. Dedə yazıb ki, əczaçı dərmanda, baxın, bizdə burada çəmənlik məkanı idi. Amma dərman məkan deyil, doğru deyil, deyini silirəm. Sərnişin marşrutda şəhərdən avtobus, baxın, sərnişin avtobus əldə etmir axı. Ümumiyyətlə yanlışdır. Burada cümləni qurmaq ümumiyyətlə olmur. Deməli, Y də yanlışdır. A variantı doğru cavab olmuş olacaq. Və keçəcək 69-cu sualımıza. Baxın, bu tipli dairəvi bir rebus, yəni şəkil ədəd dərəcəsi verilən testlərdə ya saat əqrəbi istiqamətdə bir artan azalan ardıcılıq düzəltməyə çalışın, ya da qarşı-qarşıya baxın. Burada artan ardıcılıq, azalan ardıcılıq düzəltmək olmaz. O zaman qarşı-qarşıya baxmalıyım. Yəni 31-24-ə, 48-lə suallar, nə bilim 15-lə 32-yə bu qaydada. İndi diqqətlə baxmış olsaq, baxın. 3-dən 1 çıxsam 2, 3-ün üstə 1 gəlsəm 4. 6-dan 3 çıxsam 3, 6-dan üstə 3 gəlsəm 9. 3-dən 2 çıxsam 1, 3-ün üstə 2 gəlsəm 5. İndi burada nə olmalıdır? Burada olmalıdır. Variantlara baxanda tam aydın görəcəksiniz. 62, 6-dan 2 çıxanda 4 qalacaq. 6-dan üstə 2 gələndə 8 alınacaq. Deməli, sual şərəsində yenə 62 olmalıdır. Yəni cavabımız olacaq C variantı. 70-ci sualda yazılıb ki, 3 şəffaf şüşə üzərində naxışlar çəkilmişdir. Şüşələri bir-birinin üstünə qoyanda alınan görüntülərə görə birinci şüşənin üzərindəki naxışı müəyyən edin. Oxşar sualdır. Daha öncə izah etmişəm. Hətta bəlkə bunun özünü izah etmiş ola bilərəm. Nə edirik? Birinci lövhəni axtarıramsa, bunun üzərində olan şəkli. Bu ikisinə baxacağım. Çünki bu iki dənə şəkildə birinci lövhələr ortaqdır, yazılıb. Bura baxmağa ehtiyac yoxdur. İndi hər iki şəklin ortaq fiqurları hansılardır? Baxın, bir bunun bu hissəsi burada da var. Bir də baxın, ancaq bu hissələri ortaqdır. Deməli, ancaq dairəyə aldığım fiqurlar olmalıdır. O da yeganə harda verilib? A variantda verilib. Deməli, bu sualın doğru cavabı oldu A variantı. Növbəti sualımız bizdə olacaq 71-ci sual. Rənglənmiş fiqurun sahəsi neçə sahə vahidi təşkil edir? Bunu tapmalıyıq. Yəni, rənglənmiş hissənin sahəsini müəyyən etməyə çalışmalıyıq. Baxın, nə edəcəyik burada? İstəsək bütöv fiquru hesablayıb rəngsiz hissəni ondan çıxada bilərik. İstəsək ayrı-ayrı da hesablaya bilərik. Ən rahatı bütöv hesablamaqdır. Bura 6-dır, burada 6-dır. 6 təpə 6, 36. Bütöv 36-dır. İndi bu bütövdən mən ağ hissəni çıxmış olsam, baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə kiçik kvadrat var. 8-i yazdıq bura. İndi gəlin sayaq nələri? Sayaq kiçikləri. Baxın bunlar. Bu kvadratın nə idi? Yarısıdır. Yəni 0,5-dir və ya 1 bura 1 buradırsa katetlər arasının yarısı bizə nəyə verəcək? 2-də 1, yəni 0,5 verəcək. Yenə eyni şeydir. Deməli, bu 0,5-ləri sayacağım. 1, 2, 3, 4. 4 dənə bu. 4-ü 0,5-ə vuranda nə alınacaq? 2 alınacaq. Deməli, bunun sayısı oldu 2. 8 plus 2. Əlimdə qaldı bunlar. Baxın, katet 1-dir, bu katet 2-dir. 2 vurulsun, 1 bölünsün 2 də bizə verəcək 1-i. Deməli, bunun da sayısı 1-dir. Buradakı üç bucaqların 1, 2, 3, 4. 4 dənə də bu. Sahəsi 1 olduğu üçün 4-ü 1-ə vuranda 4 alınacaq. Burada nə alınır? 14 alınır. Deməli, 14 rənglənməmiş hissədir. 36-dan da 14 çıxanda məndə nə verəcək? 22 verəcək. Deməli, bu sualda doğru cavab olacaq məhz C variantı. Hələ ki, bu sualla izahımızı yekununa gəlmiş olacaq. 72-dən sonraki sualların izahını eyni zamanda əlavə yeni suallar atacağım. Onların izahlarında növbəti izah videosunda görmüş olacaqsınız.
Növbəti izah videolarında görüşənə qədər hələlik.